vətəndaşların, sadə vətəndaşların nəsə bir mülk və yaxud da 15.000 manat, 10.000 dollar deyirlər, 17.000 manat eləyir də civarında nəsə bir mülk alanda və yaxud da hər hansı bir əşya alanda ödəniş eləyəndə bank onun qaynağını soruşur ki, bunu hardan əldə Qaynağını da etmişsiniz? soruşur, Amma limiti o maraqlıdır ki, məsələn mən bir dəfə onu sosial şəbəkədə status olaraq da yazmışdım. Bu buzovna tərəfdə bir ev satışa qoymuşdular onlayn satış saytlarında 2.800.000 manat civarında, belə 3 milyon civarında bir ev idi. Maraqlıdır ki, onu satan adamdan soruşmurlar sən bunu hardan almısan. Amma onu almaq istəyən adamdan soruşurlar ki, sən bu pulu hardan aldın. Yəni bu siz dediniz, məsələn Elton Məmmədov baş prokurorluq onunla bağlı rəsmi informasiya yaydı ki, dövlətə vurulmuşlara 3 milyon manatı Elton Məmmədov ödədiyinə görə hardan aldığı, mənbə nədir? Ola bilsin ki, onun hesabatlılığı və s. və l. var. Yəni hər şey ola bilər də, məsələn, deyəcək ki, icra başlarından biri demişdi, qaynanamdan qalıb. Hə, qaynanamın qızıllarıdır. Qızıllarıdır, yəni. Yəni, bu öz yerində. Amma dövlətdən qazandığın pullardan tezdən dövlətin borcunu ödəyirsən. Yəni, məni ən çoxunu yenə də deyirəm, narahat eləyən məqam odur ki, bunlar adiləşəcək. Məsəl üçün, insanlar düşünəcək ki, hə, mən bunu eləyə bilərəm, gedib sabah eləyim, yəni təzdən pulu qaytarım, hər şey yaxşı olar. Və yaxud da ki, dövlətə xəyanət maddəsidir. Mən bu xarici agentura şəbəkəsi ilə iş görüm. Sonra gəlsin, ortada çıxsın söz ki, həm belə bir şey yoxdur. Bir müddətdən sonra da. Bir müddətdən sonra yoxdur. Amma bir dənə də maraqlı məqam ondan ibarətdir ki, hə, açıqlanmaya bilər, çünki bu dövlətə xəyanət maddəsidir və hansısa, amma artıq deyilib də ki, bu adam bununla, bu məsələ ilə bağlı ittiham olunur. O, bir adam, tək bir adam, dövlət çevrilişinə cəhd eləyə bilməz. Təbii eləyəməz. Onun mütləq şəkildə ətrafında kimlərsə var.